2 çay qaşığı pesto. 1 çay qaşığı da maya. Uşaqlar da mənə kömək edəcək. Hamımız birlikdə pidəni bişirəcəyik. Biraz duz əlavə edirəm. Duzu qarışdırdım. 1 qaşıq yağ əlavə edəcəm. 1 qaşıq, biraz duru yağ, biraz çərə yağ əlavə etdim. Üzərinə biraz süd. Yarı südlə edirəm, yarı da suyla. Mayanı əlavə edirəm. Xəmirimiz hazırdır. Yumşaq xəmir oldu. İndi buna qoyaq, biraz mayalansın. İçlikləri hazırlayaq. Anar biberləri doğrayır, səskanı və pomidor doğrayacaq. Mən də ətlə olan içliyi hazırlamağa keçirəm. 2 ədəd soğanı balaca doğrayacağım. Üzərinə biraz su əlavə edirəm ki, ət yaxşı dağılsın. Farşımız qovrulur. Duz, istiyor, qırmızı pul biberı əlavə edəcəm. Bir ədəd soğanı tyorkadan keçirdirəm. Soğanı çəkdim, biraz sulu olmalıdır. Üzərinə ət əlavə edirəm, çəkilmiş əti. Üzərinə biraz pomidor, biraz da biber əlavə edirəm. Duz, qırmızı pul biber, biraz da yağ əlavə edirəm. 1 qaşıq da tomat əlavə edəcəm. Bunu yaxşı qarışdırıram. Bu içliyimiz də hazırdır. Baharatlar zövqə görə kimin ağız dadına nə uyğundur, onu da vura bilər. Elə adam var biber sevmir, elə adam var pomidor sevmir. Tək ətlə də edə bilər. Hazırdır. Biraz duz. İstiyor. Biraz da pul biber əlavə edirəm. Bu da hazırdır. Biraz da kartuşka qaynatmışam. Kartuşkanın içərisinə qovrulmuş soğanı əlavə edirəm. Təkrar istiot, duz və qırmızı pul biber əlavə edəcəm. Duz. Bu içlik də hazır. Səskalı içliyi də anar hazırladı. Pomidor, biber, səska, üzərindən də pendir vuracağıq. İndi keçək bişirməyə. İndi başlayırıq bişirməyə.
Biraz xəmiri təkrar yoğuracağım. Ana Türkçe sen yine biraz kabarınca orada saklama, orada at. Eləməyin, edelim orada sos. Tərəsmə yetəcək yavaş yavaş elə. Nasıl? Şif. Şif olan burada. Üstünün ununa qurban. Kim bilir atabilir gelsin. Asıl bir də dostsa neysən? Bir dənə sən, bir dənə at. Olsun bunlar geç. 2 katlı. Ben de hiç Oval katı- kimi. Verin görək də axırımız hara çıxır. Ama nene şimdi. Çok hiç şeylemedi dedim ona. Ben hiç kat ediyorum. Ben ne tutsun? Ben özür dileyeceğim. Hiç kat Bilmiyorum. Şey olmaz. İndi mən istləri qoyum, siz açın, mən istləri qoyum. Hadi orada asmış. Birincini haşlayıram. Ətləri eləyək, aradan çıxsın. Sonra səskayla olanı edərik. Ondan sonra da Yiyeceğim. qalsa kartuşkayla. Köşə. Normal olmalıdır da bu. İçini tam bağlıyorsan. Yox. Kartuşkanı tam bağlayarıq ki, qurumaz. Çox böyük eləməyin, aynen belə bir şey. Super. Böyle tort kimi olur da o en basit. Nə kimi olur? Tort kimi ve içinde nəsə koyurdun. Duygu bize gelendiyim eləmişdim. Kayseri yağlaması. Bilmiyorum adını. Birinci pidemiz hazırdır. İndi bunu qoyaq. Yağlı kağız qoydum soba listinə. Onun üzərinə qoyacağım. İnşallah dağıtmaram. Uşaqlar qəşəng bacarır. Tamam, burada unuttum. Bir dənə sən. Gəl bax. Sami yarmasa sən də bax. Hala bu pide. Hadi ben istersen. Artıq. İkinci pidemiz hazır. Çok fazla. Olsun. Bunu bir kullanmaz. Neyse yanına kullan. Çok iyi bak. İndi bu ətlə olan isliyi qoyacağım. Dalını açmaq istəyirik. Ona görə hərəsindən biraz edəcəm. Sonra davamını canlı da edəcəm. Onsuz ama mən birazdan da tartıb eləyirəm də özüm çəkdim necə fason lazım verir. Əsas bu ses ölçüsün. Bu pidemiz de hazır. Belki de əlbət söyləyəm. Görsən nə? Bunu bir dənə yer açırıq anar. Restoran işlədə bilər. Küməkçilər də var. Hələlik işçilərə pul verməliyik. Restoran böyüdən sonra hələşəsiz işləyir. Hə? Eləmək olan pide, lahmacun, su. Pide, lahmacun, sonra nə idi? Pizza. Bandırdım. Bu da hazır. Bir listimiz hazır. Bu üçü qovrulmuş ətləndir, faşlandı. Bu ikisi də qovrulmamış ətləndir. Bunu qoyuram qırağa biraz qabarsın. İndi pizza pidemizi hazırlayırıq. Biraz tomat da əlavə edirəm altına. Səskə qoyaq. Biraz pomidor.
Biraz da biber əlavə edirəm. Bişdikdən sonra pendiri əlavə edəcəm. Pizza pidəmizdə belə qırağına yumurta vururam. Yumurta vurdum. İndi bişməyə qoyuram. Buna da kartuşka vuracağım. Kartuşkanı bağlı edeceğim. Qıraqlarını qalın edirsiniz. Ortasını çox nadir edirsiniz, qıraq qalın. Buna görə də eyni. Bu da kartuşka pidemiz. Uşaqlar sağ olsunlar açmağa devam edir. Hamısını uşaqlar açsın. Mən də istiklərini qoydum. Ana rüje elə öyrənib ki, daha ustalar kimi açır. Biraz ondan yapışmaz. Çantamızı yığmağa. Bu bizim piknik çantamızdır. Yay boyu bizdə birliklər. Nələr qoyacağım? 4 dənə qab qoyuram. Yaş salfetka. Kuru salfetka. Uşaqların abur cuburunu. Su mütləq. Onları ayrı bir çantada götürəcəm. Bu qədər pidə bəsdir, hətta çox olacaq. Yəqin ki, qalanını da qaytararıq. İndi bunu da streçləyəcəm. Çay da götürəcəm. Dəmi töküm. Buna ayrı bir klöplə aparacağım. Stəkan. 2 dənə də çay stəkanı. Uşaqlar çox içmir onsuz. Çantamız hazırdır. Nəhayət gəldik. Bizim kimi bu havada piknik edənlər var. Biz də gedəcəyik. Boş yer tapdı uşaqlar qəşəng yerdə. Hava da qəşəngdir. Stadion bomboşdur. Anar topunu götürməyə icazə vermədi ki, soyuq olar. İndi hissələnir. Qəşəng birazdan balıqlara baxarıq. Çayımızı götürmüşük. Qəşəng yeriniz məlum. Qəşəng gün keçirdəcəyik inşallah.
Ne oldu Fatima? Elerdi öldü. Sen neyse. Uşaqlara bundan yox ha, bu soyuqdur. Su içərsən sən birinci. Aladan su tökürsün. Kolanı qoymuşam buzluğa. Uşaqlara ayrı kola götürmüşəm. Çünki onlar soyuq içməsin. Azı biber turşusu da götürmüşəm. Sen orada Fatima niyə gəlmədi? gelirsen Kurma götürmüşəm istəyirsən. Şey. Allah canını sağ olasın, çok sağ ol. Ne yaxşı varsın. Ana hayat da ya. Ana. Bu səsləməyin əzan səsdir. Ne dersin? Bunları böl. Fatıma için olsun. Fatima bax gör düşmüş bu. Hə, düşür. Gel kızım. Baxın. Biz al belə. Nəli istəyirsən? Al. Ət. Ət istəməyən adam. Görsən nə tər dadı çıxsın. Kartuşkanı. Yedi uşaqlar. Artıq dincəlirlər. Axşamı da başqa gözəl olur bura. Hələ ki havalar soyuqdur, heç kim gəlmir deyəsən. Dadını biz çıxardırıq. İndi keçək çay stolu hazırlamağa. Gedib baxaq. Balıqlara baxmışsan. Ana. Gelin burada balıklara bakak biraz da yerlerine. Kaçma Fatıma, kaçma. Mümkün deyil. Görsəniz ki.
Ne oldu Fatıma, yellen de? İstənmə yerlənmək, çünki baş istənmə. Ana yerlədim səni. Gedin sürüşün istirsiniz. Bu güzel mənzərədən sizlərlə vedalaş. Bugünlük də bizdən bu qədər olsun. İnşallah gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.